Azərbaycan xalqının bir digər mübarizə forması gizli təşkilatları idi. İşğalın elə ilk günlərindən Mirzə Bala Məmmədzadə və Abdulvahab Məmmədzadə Məmməd Əmin Rəsulzadənin razılığı ilə Müsavat Partiyasının yeni bir qərargahını yaratdılar. Çox qısa zamanda başa düşdülər ki, yeni siyasi rejimdə leqal fəaliyyət göstərmək mümkün olmayacaq. Bundan sonra isə artıq yeni bir mərhələ başladı. Gizli mübarizə mərhələsi. Müsavatçılar kiçik və gizli qruplar şəklində təşkilatlanmağa başladılar. 3 nəfərlik qruplar yaradılırdı ki, təşkilatın bir hissəsi ifşa olunsa belə, digər qruplar fəaliyyətlərini davam etdirə bilsinlər. Onlar təkcə siyasi deyil, hərbi və ideoloji baxımdan da hazırlıq görürdülər. Bu gizli təşkilatlanmanın ən vacib fəaliyyətlərindən biri təbliğat idi. Çünki Sovet hakimiyyətinin ən güclü silahı məhz ideologiya idi. Onlar xalqı Sovet hakimiyyətinin görünməyən tərəfləri haqqında məlumatlandırmağa çalışırdılar. Ən diqqət çəkən məqamlardan biri də onların demək olar ki, heç bir xarici dəstəyə sahib olmaması idi. Nə xaricdən maliyyə dəstəyi alırdılar, nə də hansısa dövlət tərəfindən dəstəklənirdilər. Partiyanın əsas maliyyə yükü əsasən onun üzvlərinin və onu gizlicə dəstəkləyən insanların üzərində idi. İnsanlar evlərindən müxtəlif əşyalar gətirirdilər və bu əşyalar partiyanın maliyyə məsələlərinə cavabdeh olan Məmməd Həsən Baharlı tərəfindən bazarda satılırdı.